Baxın, iyul ayının 20-sinə qədər Avropanın qərb hissəsi güclü omega blokunun antiklon təsiri altında qalacaq. Bu da mövsümdən kənar bir istiləşmə gözlənilir. Avropa ərazisi üçün xarakterik olmayan bir istiləşmə gözlənilir. Baxın, Şərqi Avropa nisbətən sərin tərəfdə qalacaq və bu tendensiya davamlı olacaq. Çünki əsas istilik dalğası 4-5 gündən artıq bir 35-40 dərəcə temperatur sayılır ki, bu da daha çox Avropanın qərbində, mərkəzi və qərbində, cənubunda aktiv olacaq. Şərqi Avropada isə güclü bir istiləşmə prosesləri, ehtimalları olduqca zəif bir ehtimaldır. Bu model ECMWF-in şimal qütbündəki qütb siklonları, deməli ingilis dilində polar vortex adlanan bir proses var. Qütb siklonların gelişini göstərir. Baxın, vaxtından əvvəl bir toparlanma gözlənilir. Hazırki vaxtdakı proses, baxın, çoxlu göstəricilərdən daha güclü bir tezləşmə, antiklonun vaxtından əvvəl dağılması müşahidə edilir şimal qütbündə. Bu da siklonun vaxtından əvvəl, soyuq siklonun vaxtından əvvəl toparlanması deməkdir və bu da şimal qütbündə, troposferin yuxarı qatlarında və stratosferin aşağı qatlarında vaxtından əvvəl bir soyuğun toplanması deməkdir və bu prosesin təsirləri 2026-cı ilin payız mövsümü və 2027-ci ilin qış mövsümündə hava şəraitinin şimal yarımkürəsində daha tez-tez dəyişilməsilə nəticələnəcək və bu barədə mən daha ətraflı danışacağam. Bu model Bakı arasında gözlənilən temperatur diaqramını göstərir və ansambl modeli sayılır. Bu ansambl modeli bir sıra qlobal modellərin birləşdirilmiş məlumatlarını götürür və Bakı arasında iyul ayının baxın 25-26-sına qədər faktiki temperaturun müsbət 35 dərəcə həddindən yuxarı qalxması potensialını zəif göstərsə də, iyul ayının 22-sində bir potensial bir temperaturda qısa müddətli artım baş verəcək. Bu da başlı temperaturun 35 dərəcədən yuxarı qalxmasına 40 dərəcə yaxınlaşma səbəb olacaq. Bu da bir günlük bir artım olacaq. 22 iyulda olacaq. 22 iyuldan sonra, 23 iyuldan sonra, 24 iyul axşam, 25 iyulda Bakıda yenidən güclü şimal küləkləri gözlənilir. Deməli, Bakıda iyul ayının 15-də və iyul ayının 16-sında hava şəraiti nisbətən sərinləşəcək. İyul ayının 18-ci axşamda 19-unda yenidən sərinləşmə olacaq. İyul ayının 21-22 temperaturda artım gözlənilir. İyul ayının 24-dən sonra 25-26-sı, 27-sində yenidən hava şəraitinin Bakıda sərinləşməsi potensialı var. Bu barədə ətraflı danışacağıq. İyul ayının 15-də Bakıda şimal küləklərinin güclənməsi potensialı var. Bu kifayət güclü bir külək olacaq və narıncı xəbərdarlığa uyğun bir güclü küləklər gözlənilir. İyul ayının 15-də Azərbaycan ərazisi cənubdakı antiklon sistemi ilə şimaldakı siklon sisteminin cəbhə zonasında yerləşəcək. Orta troposferdə baxın, bu şəkildə bir axınlar gözlənilir. Bu da orta troposferdəki hava axınları ilə Azərbaycan arasına doğru bir Xəzər dənizi arasından bir rütubətli hava axınlarının daşınması, amma yer səthində isə şimal küləklərinin güclənməsi gözlənilir. Deməli, bu proses yuxarı orta troposferdə antiklon sisteminin təsiri ilə, sistemin şimal polu ilə cənub qərb axınları küləklərə əsəcək Bakıda. Lakin aşağıya doğru isə, dəniz səviyyəsinə doğru isə bu sistemin şimal küləklərlə əvəz edilməsi gözlənilir və şimal küləklərinin kifayət qədər güclü əsməsi potensialı var. Deməli, bu proseslər əslində qalsa Bakı ərazisində hava şəraitinin iyul ayının 15-də sərinləşməsi ilə nəticələnəcək və bunun haqqında daha ətraflı yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Yəni, bu sistemin təsirləri Bakı ərazisində bir daha bildirirəm, nisbətən sərin hava ilə yadda qalacaq. İyul ayının 15-də şimal küləklərinin narıncı xəbərdarlığa uyğun güclənməsi gözlənilir. Baxın, burada artıq şimal küləklərinin tam olaraq güclənməsi potensialı var. Bu da Bakıda hava şəraitinin sərinləşməsinin nəticələnəcək. Baxın, Gəncə Qazaxda sarı xəbərdarlığa uyğun külək əsəcək, amma Bakıda isə narıncı xəbərdarlığa uyğun bir şimal küləklərinin güclənməsi potensialı var. Hətta açıq dənizdə güclü tufan potensialı da var. Bu barədə mən daha ətraflı danışacağam. Bir sıra qlobal modellərin ümumi tendensiyası haqqında mən danışacağam. Bu model Alman modelidir. İyul ayının 18-dən gözlənilən hava şəraitinin dəyişilməsi siqnallarını göstərir. İyul ayının 17-ci axşama doğru, baxın burada şimal hissədə orta troposferdə bir mənfi anomali olacaq, yəni atmosfer təsiri azalacaq. Bu sistem artıq, baxın, bu sistemin cənub qolu Azərbaycan arasında doğru yaxınlaşacaq. Bu da Azərbaycanda iyul ayının 18-də hava şəraitinin gəlsin dəyişilməsinə
Küləklərin güclənməsinə səbəb olacaq. Külək anomaliyasına biz baxanda artıq küləklərin kifayət güclənməsi siqnallarını biz alırıq. Baxın, burada temperatürün azalması siqnalları var. Bu anomaliya temperatürün azalmasını göstərir və küləklərin sürətinə və dəniz səviyyəsindəki atmosfer təzyiqinə biz baxanda görürük ki, artıq iyul ayının 18-cindəki proses Bakıda narıncı xəbərlərə uyğun bir güclü küləklərin əsməsi ilə müşahidə ediləcək və bu tendensiya nəticəsində Bakıda iyul ayının 18-də hava şəraitinin artıq sərinləşməsi gözlənir. Və bu barədə həmin gün birbaşa radar məlumatların dəlilləri əsasında son dəqiqə məlumatları yayınlanacaq. Çünki bu tip sistemləri qlobal modeldə deməli 20-25 km radiusdakı buludları göstərmir. Ümumi olaraq 50 km artıq bir radiusdakı prosesləri göstərir. Deməli, lokallaşan bir tufan potensialı var və bu barədə birbaşa peş məlumatların dəlilləri əsasında yeni məlumatlar kanalda yayınlanacaq. Baxın, burada iyul ayının 18-də kifayət qədər deməli 18-dən 19-dan keçən gecə baxın Bakıda bir tufan prosesi gözlənir Azərbaycanın Xəzər dənizə yaxınlaşan şərq hissəsində ən çox da Abşeronda. Deməli, şimal küləklərin kifayət güclənməsi potensialı var. Alman modeli bu siqnalı verir. Baxaq digər qlobal modellər, məsələn Amerikanın GPS modeli var. Baxın, bu nə göstərir? Bu modeldə deməli troposferin orta qatlarında bir atmosfer təzyiqindəki azalma siqnallarını göstərir. Amma bu modelin əsas siqnalı iyul ayının sonlarına doğrudur. Deməli, iyul ayının sonlarındakı proses daha diqqətlə nəzərə alınmalıdır. Deməli, iyul ayının baxın 23-ü, deməli 23-dən sonra Azərbaycan ərazisində yenidən hava şəraitinin kəskin dəyişməsi potensialı var. Bunu İsa Andavalyev də göstərir. Deməli, burada bir Xəzərin şimalında atmosfer təzyiqinin azalması və bu sistemin təbii ki, Qafqazın cənubuna müdaxiləsi olacaq. Bəzi boş boğaz adamlar isə deyir ki, bunun heç bir təsiri olmayacaq. Onların heç bir əlində elmi sübut yoxdur. Onların işləri gücləri ancaq elə ondan bundan səhv tutmaqdır və boş-boş danışmaqdan ibarətdir. Amma biz isə faktiki olaraq bu rəsmi modelləri göstərilir. Rəsmi modellərin təməlləri əsasında məlumatları sizə çatdırırıq. İyul ayının son günlərində və avqust ayının birinci həftəsi ərzində bir dəyişiklik potensialı var. Bu sistemin ümumi gedişi, bu sistem şimalda göstərilsə də bu sistem Azərbaycan arasında doğru yayılacaq yaxın günlərdə, yəni biz bu prosesləri görəcəyik. İCMWF-in superkompüter modeli baxın nə göstərir. İCMWF-in superkompüter modeli iyul ayının xüsusilə də 23-dən sonra bir dəyişiklik siqnallarını göstərirdi. Baxın, o sistem yerində qalıb ya yox. Bəli, iyul ayının 23-dən sonra 24-dən 25-nə keçən gecə saatlarında atmosfer təzyiqində azalma potensialı gözlənilir və bu da Bakı ərazisində hava şəraitinin iyul ayının 24-dən sonra 25-dən 26-dan keçən gecə kəskin dəyişilməsi ilə nəticələnəcək. Baxın, burada Sibir ərazisində antitsiklon sistemi gözlənir. Bu Sibirdə nə qədər temperatur artsa, bir o qədər, baxın burada Rusiyanın qərbində isə hava temperatur azalacaq. Deməli, bu sistem, bu eyni senari iyul ayının 7-si, 8-si, 9-u və 10-da da olmuşdur. Bakıda iyul ayının 7-si, 8-si, 9-u ona şimal küləkləri əsirdir və lokal buzluluq artırdı. Deməli, Sibirdə temperaturun yüksəlməsi və təzyiqin artması bizim ərazimizdə hava şəraitinin sərinləşməsi nəticəsində. Çünki bu proses belə işləyir. Orta troposferdə atmosfer təzyiqi Sibirə doğru artırsa, deməli, cənubdakı isti hava Sibirə doğru yayılır. Atmosfer, deməli, yer dəyişmə baş verir troposferin orta qatlarında. İsti hava Sibirə doğru yayılır, Sibirdəki sərin hava da Azərbaycana doğru yayılır. Bax, bu proses bu şəkildə işləyir. Yəni, bunun dərinliyini bilməyənlər, bu xəritəyə baxanlara bilirlər ki, isti havadır bu. Amma bu əslində isti hava deyil. Bu isti hava Sibirə doğru yayılır və Sibirdəki sərin hava da, baxın, orta troposferdə istilik Sibirə doğru yayılır. Aşağı hissədən də, troposferin aşağı qatlarında sərin hava da, baxın, Sibir ərazisindən şimal şərq küləkləri də, şimal küləklərindən Bakıya doğru əsir və bu şimal şərq küləkləri də Böyük Qafqaz dağlarına doğru çırpınır və şimal qərb küləklərini əvəz edilir. Bakıda şimal qərb küləkləri başqa əsməyir. Yəni, bu modelin oxunuş qaydası var. Bu modelin oxunuş qaydasını başa düşməyənlər, bunu bilməyənlər, bunun xırdalıqlarını görmürlər və elə bilirlər ki, deməli, bu model isti hava göstərir. Bu model isti havanı göstərmir. Bu modelin oxunuş qaydası var.
Baxın, iyul ayının 24-ündən sonra yenə də burada bir deməli, Rusiyanın qərbində bir atmosfer təzyiqinin azalma potensialı var və bu sistemin Azərbaycan arasında təsirləri gözlənilir. Ümumi tendensiya bundan ibarətdir və baxaq Kanada modeli nə deyir? Kanada modelinin deməli analizlərinə baxaq. İyul ayının 18-i üçün 17-si. Bəli, 17 iyulda bir Rusiyanın qərbində bir atmosfer təzyiqinin əvvəlcə artması, sonra isə atmosfer təzyiqinin iyul ayının deməli bir dəqiqə. Bəli, 17-sində atmosfer təzyiqinin azalması gözlənilir. Bu da şimaldakı sərin havanın iyul ayının 18-sində Bakıya çatmasına səbəb olacaq. Bu barədə məhdud danışacağam. Deməli, Kanada modeli də yenə iyul ayının 22-sinə doğru burada bir Sibir arasında təzyiqli artım gözlənilir. Bu Sibir arasında təzyiqli artımın aşağı troposferlə sərin havanın daşınması ilə nəticələnəcək. Bu proseslər haqqında daha ətraflı artıq daha geniş danışıram. Deməli, ICMWF-in superkompüter modeli var. Bu insanların yaratdığı kodlaşdırma deyil, kompüterin deməli sistem artıq öz-özünü tənzimləyir və insanların yaratdığı səhvlərdən daha yaxşı nəticə çıxararaq bu model öz-özünü tənzimlədiyi üçün daha dəqiq model sayılır, nəinki insanların hesabladığı model. Avropanın ICMWF hava təhlükəsizliyi mərkəzinin superkompüter modeli iyul ayının 17-sində baxın, Xəzər dənizi şimalında bir atmosfer təzyiqində azalma göstərir. Bu sistem təbii ki, dəniz səviyyəsində küləklərin güclənməsinə və Bakıda güclü küləklər nəticələnəcək. Baxaq digər modellər nə göstərir? Baxın, yenə də Amerikanın NOAA modeli də eyni siqnalı verir ki, iyul ayının 17-sində Xəzər dənizi şimalında bir atmosfer təzyiqində orta troposferdə azalma olacaq. Bu da güclü küləklərin dəniz səviyyəsi ilə yayılmasına səbəb olacaq. Çünki yuxarıdakı soyuq hava aşağıya doğru tökəcək və bu da Xəzər dənizinin şimalından abşoruna doğru güclü Xəzər küləklərinin əsməsinə səbəb olacaq. İyul ayının 18-sində bu proses Bakıda narıncı xəbərdarlığa uyğun bir güclü küləklərin əsməsi ilə müşahidə ediləcək. Amerikanın digər NOAA modeli yenə də eyni siqnalları verir. Baxın, hava şəraitinin dəyişmə siqnallarını. ICMWF-in superkompüter modeli də yenə də baxın, burada Xəzər dənizinin şimalında bir orta troposferdə siklon fəaliyyəti və buna bağlı dəniz səviyyəsində isə güclü şimal küləklərinin Xəzər dənizi şimalından Bakıya doğru yayılması siqnallarını göstərir. Və nəhayət, deməli, Avropanın ICMWF hava təhlükəsizliyi mərkəzinin superkompüter modeli iyul ayının 23-ündən sonra hava şəraitinin kəskin dəyişilməsində iyul ayının 23-ü əvvəlcə, baxın, burada Qara dəniz arasında güclü, Qara dənizin şimalında, Rusiyanın qərbində Ukrayna arasında güclü ekstratropical siklon sisteminin fəaliyyətini göstərir. Azərbaycan arası iyul ayının 23-ündə bu sistemindən kənarda yerləşsə də iyul ayının 24-ü, 25-i artıq, 24-də 25-ə keçəndə bu sistem, baxın, artıq bu sistemin tam olaraq Azərbaycan arasında doğru daxil olması gözlənilir. Nəticədə iyul ayının 24-də 25-ə keçəndə Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi, şimal qərb rayonunda güclü, Leysan, Laqqal, Dolu, İldırım, sel, daşqın prosesləri gözlənilir. İyul ayının 25-i bu proses pik həyata çıxacaq. Baxın, burada artıq daha da gücləndi və geniş bir sistemə çevriləcək və bu da Azərbaycan arasında güclü hava dəyişikliyi yaradacaq. Bakıda narıncı xəbərlərə uyğun güclü şimal küləkləri əsəcək və eyni zamanda payıza baxaq. Amerikanın CFS modeli, deməli, iyul ayındakı proseslər, payız dövründəki proseslər haqqında bizə siqnallar ötürür. CFS modeli var, Amerikanın NOAA deməli, qurumunun CFS modeli, versiyon 2-dir bu. Sentyabr 2026, baxın, Xəzər dənizinin şimalında, Qərbi Rusiyada bir antitsiklon fəaliyyəti olacaq. Bu antitsiklon əslində bizə təsiri belə olacaq. Antitsiklon sistemi bu şəkildə dövran vurduğu üçün sistemin sağ qolu ilə, yəni sistemin şərqindəki qoldan mövsümdən kənar bir soyuq hava dalğalarının Azərbaycan arasında doğru yayılması potensialı var. Eyni zamanda baxın, oktyabr ayında da bu proses yenə baxın, deməli, antitsiklon sisteminin təsirli antitsiklonun sağ qolu, şərq qolu ilə Azərbaycan arasında mövsümdən kənar bir soyuq hava daşınacaq. Əslində qalsa, sentyabr ayından çox, oktyabr ayında daha ciddi dəyişiklik olacaq. Ən ciddi, ən belə təsirli dəyişiklik 2026-cı ilin oktyabr ayında olacaq. 2026-cı ilin noyabr ayında, baxın, artıq Rusiyanın qərbindəki antitsiklon özünü siklonla əvəz etdi. Bu siklon da soyuq siklon sayılır və bu sistem də yenə də Azərbaycan arasını soyacaq.
Rusiyanın qərbindəki antisiklon və Rusiyanın qərbindəki siklonun Azərbaycan arasında eyni təsir olur. Soyuma. Orada antiklon olanda da yuxarıdakı sərin hava Azərbaycana doğru yayılır. Siklon olanda da yenə də sərin hava Azərbaycana doğru yayılır. Deməli, hər iki fəaliyyət Azərbaycan arasında tez-tez dəyişən hava şəraiti yaradır. 2027-ci ilin yanvar ayında yenə də baxın, Rusiyanın qərbində, Şərqi Avropada, Ukrayna ərazisində, Qaradənizin şimalında ciddi bir soyuma potensialı var. Qlobal model bunu göstərərsə, bu çox ciddi bir soyuma prosesindən xəbər verir. Burada bir sistemin təbii ki, Azərbaycan arasında doğru yayılması potensialı yüksək risk olaraq qiymətləndirilir. Deməli, bütün bu tendensiyalar nəyə göstərir? Bu barədə ətraflı danışacağam. Deməli, indi mərhələli şəkildəki iyul ayındakı proseslərlə oktyabr ayındakı proseslərlə müqayisə edəcəm və videonu sonlandıracağam. Əvvəlcə mən deyim ki, sinoptik xəritələri, iqlim xəritələrini, meteoroloji xəritələri, hava xəritələrini, modelləri düzgün oxuya bilməyən adamlar var. Elə bilirlər ki, hava şəraitini biz düzgün deyə bilmirik. Bunun xırdaları belədir. Modelin oxunuş qaydası var, modelin mövsümlərə görə oxunuş qaydası var. Bunların qaydalarını bilməyən adamlar buradakı prosesləri başa düşə bilmirlər. Mən isə bunu tam olaraq xırdalarla və sübutla danışıram. Deməli, 2026-cı ilin iyul ayının 15-i Bakıda narıncı xəbərlərə uyğun şimal külələri əsəcək. Hava şəraiti sərinləşəcək. İyul ayının 18-i, 19-unda yenə də narıncı xəbərlərə uyğun güclü şimal külələri əsəcək. Bakıda hava şəraiti yenidən sərinləşəcək. İyul ayının 20-sindən sonra 21, 22, 23 iyul, 21, 22 iyul və 23 iyul gündüz saatlarına qədər Bakıda bir istilik müşahidə ediləcək. Temperatur 35-37 dərəcəyə yüksələ bilər, amma bu aldadıcı olacaq. İyul ayının 24-ü axşam, 24-də 25-də 25 iyul gün ərzində, 26 iyul gün ərzində Bakıda hava şəraiti yenidən kəskinləşəcək. Güclü şimal şölələri əsəcək. Azərbaycan əksər rayonlarında iyul ayının 24-dən 25-də 25 iyul gün ərzində, 26 iyul gün ərzində kəskin hava şəraiti gözlənir. Azərbaycanın Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda, Dağlıq Şirvanda, Gəncə Qazaxda lokal 20-25 sm radiusda şiddətli leysan, dolunun diametrinin iri dənəli yağması, ildırım prosesləri gözlənir. Bu proses Bakıda güclü şimal şölələrlə müşahidə ediləcək. Prosesin gelişimi asılı olaraq həmin saatlarda bilinəcək ki, bu sistem Bakıya yağış gətirəcək yox, bu həmin saatlarda bilinəcək. Eyni zamanda iyul ayının 15-i və iyul ayının 18-də də ola bilsin ki, Xəzər dənizinin cənubundan orta troposferdən daşınan rütubətli hava axınları şimal çölləri ilə, dəniz səviyyəsində şimal çöllərini toxuşsun və Bakıda lokal bir yəni 10-15 sm radiusda bir şimşək leysan prosesine səbəb ola bilər, amma bu dəqiq deyil. Amma iyul ayının deməli 15-i və 18-dəki başda gözlənilən şimal çölləri dəqiqdir. Narıncı xəbərlərə uyğun bir şimal çölləri əsəcək. İyul ayının deməli 24-ü axşam 25-i 26-sında hava şəraiti yenidən kəskinləşəcək, güclü şimal çölləri əsəcək və oktyabr ayında iyul ayının, sentyabr ayının, son oktyabr ayında mövsümdən kənar bir soyuma gözlənir. 2027-ci ilin yanvar ayında baxın yenə də mövsümdən kənar bir soyuma gözlənir. Rusiyanın qərbindəki antisiklon sentyabr ayında və oktyabr ayında Rusiyanın qərbində güclü antisiklon olacaq orta troposferdə. Antiklonun sağ qolu ilə soyuq hava axınları Azərbaycana doğru daşınacaq. Çünki Sibirdəki Sibir ərazisi nə qədər orada antiklon güclü olarsa, Rusiyanın qərbində antiklon nə qədər güclü olarsa, sentyabr ayının sonu və oktyabırda mövsümdən kənar bir soyuq hava Azərbaycana doğru yayılacaq. Çünki atmosfer qanunları, fizika qanunları belədir ki, şimal isinirsə, şimaldakı soyuq hava da bir yerə dağılmalıdır. O həmin yerdə Azərbaycan ərazisidir. Oradakı antiklon bloklanma yaradır və oradakı bloklanmış hava da dəniz səviyyəsi ilə deməli orta troposferdə əvvəlcə orada antiklon bloklanır və dəniz səviyyəsi ilə şimal çölləri Azərbaycan arasında doğru yayılır. Deməli, sentyabrın sonu oktyabırda vaxtdan əvvəl bir soyuma olacaq. Bu sistem cənub siklonlarının birləşəcəyi Azərbaycan arasında çox güclü yağıntılara səbəb olacaq. Hava şəraiti vaxtdan əvvəl soyuyacaq. 2027-ci ilin yanvar ayında isə baxın Rusiyanın qərbində normadan güclü bir soyuq siklon gözlənir. Deməli, antiklon sentyabrın sonu və oktyabırda Rusiyanın qərbində aktiv olacaq. Orada soyuq hava Azərbaycana doğru yayılacaq. 2026-cı ilin noyabr ayında və 2027-ci ilin yanvar ayında isə Rusiyanın qərbində mövsümdən kənar bir, yəni normadan, çox illik göstəricilərdən daha güclü bir siklon fəaliyyəti olacaq. Yəni, buradakı soyuq hava yenə də Azərbaycana yayılacaq. Rusiyanın qərbində antiklon da olsa və siklon da olsa, bu hər iki sistem ayrı-ayrı parametrlər olsa da, Rusiyanın qərbindəki dəyişikliklərin hamısı
Azərbaycan arasında doğru yayılacaq. Çünki bunun xırdalarla danışsam 2-3 günlük uzunluğuna bir video olacaq. Amma məqsədi belə deyim. Super El Niño, Hind okeanı dipolu, Şimal qütbündəki qutb siklonları, polar vortex, Atlantik okeandakı siklon fəaliyyəti, bunların hamısı elə bir nizamla düzələcək ki, Qafqaz arası sentyabrın sonu, oktyabr ayında bol leysanlarla, cənub siklonlarının təsiri ilə və soyuq hava axınlarının təsiri ilə mövsümdən kənar bir bol leysanda olacaq, yəni normaldan daha çox yağışlar yağacaq. Noyabr ayında mövsümdən kənar bir soyuma ola bilər. 2027-ci ilin yanvar ayında mövsümdən kənar bir soyuma olacaq. Bu proseslərin dərinliyini araşdırmaq lazımdır. Bunların dərinliyi haqqında mən hələ qısaca danışdım. Uzun danışsam günlərlə uzanan bir video olacaq. Burada təbii ki, heç kəsin vaxtı yoxdur, baxsın. Qısaca mən bunları deyirəm, amma bu hər dəfə mən bunu tamamilə xırdalayıram. Yenə də hardansa, yağışdan sonra çıxan göbələklər kimi, hardansa adamlar çıxır, bəzi dırnaqarası adamcıqlar çıxır, deyir ki, sən bunu nədən danışsan? Mən buradakı prosesləri tamamilə xırdalayıb danışıram. Və bu barədə nə qədər deməli, YouTube platforması var, nə qədər mənim kanalım var, mən bu barədə danışacağam və bütün xırdalıqları, bütün atmosfer proseslərini, fizika qanunlarını, iqlim dəyişikliyini, Rusiyanın qəlbindəki 2027-2028-ci ildə gözlənilən minni soyumanı, bu prosesin Azərbaycana necə təsir etməsi haqqında bütün bu hər bir xırdalıqla danışacağam. Ən deməli, lokal bir proseslər haqqında danışacağam, qlobal proseslər haqqında danışacağam. Mənim deməli, işim bundan ibarətdir ki, bütün bu dəyişikliklərin insanlara necə təsir olacaq, Azərbaycana necə təsir olacaq, mən bu barədə danışaraq əvvəlcədən xəbərdarlıq edirəm və bunu təhlil edirəm. Həm elmi dildə, həm el dilində hər tərəfli bunu araşdırıram və hər tərəfli bunu sizə çatdırıram.